Bismillahirrahmanirrahim. Ərbəin haqqında bunu demək istərdik. Ərbəin 40 mənasını verir. 40 ədədi ərbəin adlanır. Amma bu ərbəinin İslam tarixində və Əhl-i Beyt sevənlərin nəzərində bu 40 gün müddət İmam Hüseyn əleyhissalamın Məhərrəm ayında Aşura günündən şəhadətindən hesablanır, Səfər ayının 20-sində bitir. Bu müddət 40 gün olur və buna ərbəin deyilir. Ərbəinin özünün tarixi baxımından və mənəvi baxımından əhəmiyyəti vardır. Tarixi baxımından əhəmiyyəti bundan ibarətdir. Ərbəin günü bir tarixə əsasən Peyğəmbərimizin Əhl-i Beyti Kərbəla şəhidlərinin ailələri İmam Hüseynin əsirlər karvanı Şamdan, Kufədən geriyə qayıtdı və İmam Hüseyn əleyhissalamı ziyarət etdi və bu imamın 40-ına Səfər ayının 20-sinə təsadüf etdi. 2. Peyğəmbər sahabəsi tanınmış şəxsiyyət və 6 imam görmüş, Peyğəmbərin və xanım Fatimə Zəhranı ziyarət etmiş Cabir İbn Abdullah Ənsari özü İmam Hüseyn əleyhissalamın ilk ziyarətçisi və Ərbəin günündə imamın 40-ında imamın qəbrini ziyarət etdi və bir ziyarətnamə oxudu ki, həmin gündə o ziyarətnamə oxunur. Bu tarixi baxımından. Amma mənəvi baxımından Əhl-i Beyt imamlarımız buna diqqət ayırıblar. Və İmam Həsən Əskəri 11-ci imamımız əleyhissalam özü hikmətli kəlamında buyurur ki, möminin, həqiqi şiə Əhl-i Beyt yolunu gedən möminin 5 əlaməti vardır. Birinci əlaməti 51 rükət namazdır. 17 rükət vacib namazdan əlavə digər namazlar da vardır ki, müstəhəbbi namazlardır. Həqiqi Əhl-i Beyt yoluna gedənlər çalışarlar 17 rükətdən əlavə o müstəhəbbi namazlarda qılsınlar. 2. Ziyarətül Ərbəin. İmam Hüseyn əleyhissalamın 40-ında imamı ziyarət edərlər. Bəli, 40-da özünü Kərbalaya çatdırıb İmam Hüseyni ziyarət etmək. 3. Ət-təxəttüm bil-yəmin. Sağ ələ üzüyü taxarlar. Bu da imamlarımızın tövsiyəsidir, amma digərləri bəzi başqa şeylər burada, başqa barmağa, başqa ələ deyirlər. Amma imamlarımız üzüyün sağ ələ taxılmasını sifariş etmişdir. 4. Səcdədə alnını torpağa qoymaq. Və bu da imamlarımızın sifarişidir. Torpaqdan yaranmışıq, torpağa qayıdacağıq, torpağa səcdə həqiqətdə Allah qabağında öz zəlilliyini, bəndəliyini izhar etməkdir. Və imamlarımız bizə buyurublar, torpağa səcdə edin. Peyğəmbər də buyurmuşdur. 5. Axırıncısı, Bismillahirrahmanirrahimi ucadan demək. Digərləri Bismillahirrahmanirrahimi bəzən demirlər, ayə hesab etmirlər, bəzən də deyəndə alçaqdan, yavaşdan deyirlər. Amma bizə isə Əhl-i Beyt imamlarımız buyurublar ki, Bismillahirrahmanirrahim Qur'an-ı Kərimin ayəsidir və ən böyük ayələrdəndir və onu ucadan deyin. Elə zöhr, əsr namazlarımız ki, yavaşdan qılınmalıdır, amma Bismillahı bəkdən deyirik ki, bu sözə əməl etmiş olaq. Deməli, həqiqi şiə möminin 5 dənə nişanəsi vardır və biri də Ziyarətül Ərbəindir. İmam Hüseyn əleyhissalamın 40-ında ziyarətidir. Baxın bu hədisə, görün nə qədər İmam Hüseyn ağanın 40-ında onu ziyarət etmək əhəmiyyət daşıyır ki, böyük alimlərdən olan Ayətullah Cavadi Amilin buyurduğuna əsasən namazın yanında İmam Hüseynin ziyarəti qeyd olunmuşdur. Namaz dinimizdə ən böyük ibadətdir. Namaz dinin sütunudur. Dinin sütunun yanında, namazın yanında İmam Hüseyn əleyhissalamın ziyarətinin qeyd olunmağı bu onun əhəmiyyətindən xəbər verir və o alimin buyurduğuna əsasən namaz dinin sütunudursa, İmam Hüseyn əleyhissalamın 40-ında onu ziyarət etmək vilayətin və imamətin sütunudur. Ona görə bu sütunu inşallah əldən verməyək, hər iki sütundan möhkəm yapışaq. Bəli, bu gün də dünyanın hər yerindən, məzhəbindən asılı olmayaraq, hətta əhl-i sünnə qardaşlarımız, xristiyanlar belə Kərbalaya gəlirlər, İmam Hüseyn əleyhissalama hörmət göstərirlər və statistik rəsmi məlumatlara əsasən mübaliğə etmədən rəsmi İraqın məlumatına əsasən 20 milyondan çox pandemiyadan qabaq orada insan olmuşdur. 21-ci əsrdə 14 əsr bundan qabaq olan bir şəxsiyyət üçün, faciəli formada şəhadəti çatan bir şəxs üçün bugün 20 milyonun ətrafına toplanırsa və bu barədə bütün dünya bunu görürsə, bu o şəxsiyyətin əhəmiyyətindən xəbər verir. Ona görə Ərbəin İmam Hüseyn əleyhissalamın məktəbinin davamıdır. Hər gün Aşura, hər yer Kərbala məntiqidir və bu günlərdə Azərbaycandan da zəvvallarımız orada iştirak edirlər. Allah bizlərə də Ərbəin ziyarətini nəsib etsin. Son. O qədər mühümdür ki, bunun tarixi özü o qədər əhəmiyyətlidir ki, alimlərdən biri, böyük ariflərdən biri Mirza Mələki Təbrizi arif olmuşdur. Uzaq görən, Allahın yer üzərində seçdiyi xüsusi bəndələrdən olmuşdur. O özü
dəfələrlə piyada ayaqla Ərbəyin ziyarətinə getmişdir və özü bu barədə belə buyurur. Allah yolunun yolçusu Səfər ayının 20-sini, yəni imamın 40-ını özünə matəm günü seçsin və şəhid imamın məzarını ziyarət etməyə çalışsın. Ömürdə bir dəfə də olsa bu ziyarətə getmək lazımdır. Allah bizlərə bu ziyarəti nəsib eləsin. Bismillahirrahmanirrahim. Ərbəyində imamın 40-ında istər Kərbalada olanlar, istərsə də Kərbalada olmayanlar, uzaqda olanlar müəyyən müstəhəbbə əməlləri etməyə tövsiyə olunur. Kərbalada olanlar fürsətdən istifadə eləsinlər, nə qədər bacarırlar, imamın ziyarətinə ayaqla piyada getsinlər. İmamın ziyarətinə ayaqla getməyin hər addımına savab verilir, insanın məqamı dərəcəsi artır və günahları da bağışlanır. Əlbəttə, cəmaatın haqqı yox, Allahla bağlı olan günahlardan söhbət gedir. Yox, əgər kimsə Kərbalada olmazsa, ikinci yolu burada olarsa ziyarətnamələri oxumaq. Amma indi deyəcəyim ziyarətnamə həm uzaqdan, həm yaxından Kərbalada olsa da, olmasa da bunları eləyə bilərlər. Günəş çıxdıqdan sonra Ərbəyin günündə imamın 40-ında bir ziyarətnamə vardır, onu oxumaq lazımdır. Oxumamışdan qabaq qusul deyilməmişdir, amma buyururlar ki, rəca niyyəti ilə, ümid niyyəti ilə də kimsə istəsə, bu həmin günü qusul verə bilər. Gün çıxandan sonra bir qusul verilsin, ümidi qəsdi ilə, rəca niyyəti ilə, sonra bu ziyarətnamə oxunsun. İki növ ziyarətnamə vardır. Hər ikisi Məfatihül Cinan kitabında zikr olunmuşdur, qeyd olunmuşdur. Çox uzun ziyarətnamədə deyil, çalışın həmin günü həmin ziyarəti oxuyun. İmama o salamları verin, imama olan məhəbbətinizi bildirin və imam o ziyarətnamə qutarandan sonra 2 rükət ziyarət namazı qılın. Niyyəti də elə 2 rükət ziyarət namazı qılıram, qurbətən ilallah. Sonra Allahdan dua edin və müsəlmanları, möminlərimizi də və bizləri də dualarınızda unutmayın.